Ayların sultanı, ayların en güzeli, ayların en değerlisi, en kıymetlisi bize tərəf üz tutub gəlir. Bu ayın fəzilətini insan kaş ki dərk eləyə, başa düşə. Peyğəmbər belə bir xütbə deyir, buyurur, uzun bir xütbədir, əvvəlin deyirəm sizə, buyurur, Əyyuhən nas, ay insanlar, qad əqbələ iləykum şəhrullah. Allahın ayı söz tutub. Şəhru Ramazan əvvəluhu rəhmə və vəsətuhu məğfirə və axiruhu itqum minən nar. Elə bir ay ki, rəhmətlə, bərəkətlə, bağışlanmaqla sizə üz tutub. Bu elə bir aydır ki, əvvəli rəhmətdir, Allahın rəhmətidir. Ortası məğfirətdir, bağışlanmaqdır. Sonu isə itqum minən nar, oddan azad olmaqdır. Allah bu ayın axırında da hamını öz əzab odundan azad edir. Allah bu ayı ayırıb qonaqların dəvət edir. Deyir, kim qonağım olmaq istəyir gəlsin. Duaytum fihi ila ziyafətillah. Bu ayda Allah qonaqlığına dəvət olunmusunuz. Allah bir süfrə açıb, Ramazan ayının süfrəsidir və bu süfrəyə bizləri dəvət edir. İndi bu ayda qonaq olmaq kiməsə nəsib olur, kiməsə nəsib olmur. Elə ki Allaha qonaq gəldiniz, bilin ki kəramətli insanlarsınız. Yəni Allah öz qonağın əziz tutacaq. Allahın əziz qonaqlarısınız, kəramətli qonaqlarısınız. Ona görə də hər an Ramazan ayında Allah huzurunda olduğunuzu dərk eləyin. Biz də bu aya ədəblə gedək, ərkanla gedək. Bir vaxt dediyim kimi, məsələn, bir dənə böyük məclisdə əyləşmirsən, əzəmətli bir məclisdə əyləşmirsən, məsələn, bir dənə nüfuzlu bir insanın məclisində əyləşmirsən, orada necə oturursan sən? Sakit, söz verəndə danışırsan, söz verməyəndə susursan, hər şey özü yerində, yemək yiyənə diqqətlə birdən baxarlar mənə, deyərlər, bu niyə belə yemək yiyir? Su o cürünə içirsən, diqqətlə, ədəblə əyləşmirsən. Allahın da huzurunda gələk bu Ramazan ayı belə ədəblə əyləşək. Fəxlə'nə aleyk innəkə bil vadil müqəddəsi tuva. Buyurur Musa aleyhissalama ki, nəleyinləri çıxart ki, sən müqəddəs Tuva vadisinə daxil olmuşsan. Allahla söhbət eləməyə gedəndə nələyin ayaqda olan ayaqqabıya sarğa deyərlər. Ki, Həzrət Musa deyir, onu çıxart. Bunun mənası nədir? Deyirlər, bunun bir mənası budur. Yəni, insan bir yerə gedəndə ayaqqabıları çıxardı da ədəb, ehtiram əlamətidir. Yəni, ədəblə gəl. Yəni, biz də bu aya ədəblə gedək, ərkanla gedək. Ramazan ayı iradəni gücləndirmək fürsətidir. Ramazan ayı iradə gücləndirir insanda. Ən ibtidai ehtiyaclarımız yemək içməkdir. Onlarla insan mübarizə aparır. Ən zəruri ehtiyaclardır. Gündə o tələblər var ki, insan yesin, içsin, amma müəyyən saatlarda insan bunlara qarşı gedir. Sən ki, oruç tutursan, su içmək istəyirsən, yemək istəyirsən, heç kəsə yoxdur yanında. Deyirsən, yemirəm, içmirəm. Niyə? Allah icazə verməyib. Bunu bacararsansa Allah başa salır, günahdan çəkinməyi çoxdan bacararsan. Bu güc səndə var ki, ibtidai ehtiyacları ödəməyəsən mənə görə, çəkinəsən, deməli səndə bu güc var, bu iradə var ki, sən günahdan çəkinəsən. Ya əyyuhəl-ləzinə amənu, ay möminlər, kutibə aleykumus siyam. Sizə oruc vacib edildi. Kəma kutibə aləl-ləzinə min qablikum. Necə ki, sizdən əvvəlkilərə vacib edilmişdi, ləalləkum təttəqun. Bunu sizə vacib eləmişəm, təqvalı olasınız. Bir nəfər alim deyirdi ki, orucun bütün çətinliyi, yay orucu, isti günün orucu, bütün çətinliyi bu bir kəlmədə deyir, aradan gedir. Ya əyyuhəl-ləzinə amənu, ey iman gətirənlər. Bu sözdə o qədər ləzzət var. Adama o orucun əziyyətlərin hamısını unutturur. Nə əziyyət çəkəcəyini unutturur sənə. İl ərzində Allahla barışmaq üçün ən münasib fürsət mübarək Ramazan ayıdır. Odur ki, Peyğəmbər buyurur ki, bir adam Ramazan ayında bağışlanmasa nə zaman bağışlanacaq? Peyğəmbər buyurur. Buyurur, ən bədbəxt adam kimdir? Ən bədbəxt adam ki, hamı gərək onun halına acısın ki, bu nə yazıq adamdır. Hamı baxsın onun halına acısın. Peyğəmbər buyurur, ən bədbəxt adam bu ay gəlib gedib bu bağışlanmır. O insanlar ki, Ramazan ayı daxil olub, Ramazan ayının feyzindən məhrumdur, bir şey əldə edə bilmirdi, bədbəxtdir.
Hayıf daxil insan bu ay daxil ola, amma bu ayın feyzindən məhrum ola. Olmaz axı belə. Rəhmətin yağış kimi göydən yağdığı vaxtda o rəhmətdən qaçıb hansısa bir damın altına girən insan doğrudan da bədbəxt bir insandır. Rəhmət yağışı hər yerdən əhatə eləyib insanları. Amma diqqətli ola insan. Təkcə ac qalmaq, susuz qalmaq olmasın ona. Həyifdir. İnsan təkcə ac qala, susuz qala olmasın. Görsən insan ac qalanda biraz bəzi qrup insanlara aiddir. Hissli olur, qəzəbli olur. Mən tövsiyə edirəm, o ki gördün evdə hirslisən, qəzəblisən, o anlarda, o an qalma, o anlarda çıx evdən bayra, ondansa acılayıbsa evdəkini, orucu batıl eləyəncən çıx bayra, biraz məsələn keç o yana bu yana, gəl məsciddə nəsə ibadət elə, yaxud başqa işlərini gör, sonra təzdən qayıdır. Çünki orucu bərbad edir o əməl. 10 dəqiqə tez çay içmək üçün, 10 dəqiqə tez bozbaş yemək üçün kimin ürəyini sındırmayasan. Bu oruc olmadı ki, gələsən, dalaşasan ki, evdə hamı ayağa qalxa ki, bu cənab oruç tutub, indi gərək bunun qabağında bir qoşun deyən amına təzim eləyə, bunun yeməyini hazırlayır. Biraz yüngül tuta insan özü ilə, ətrafı ilə ki, oruç tutub, başqalarına qarşı mərhəmətli ola, mehriban ola, başqaları ilə bərk tutmuyor. Gərək insan qəzəbini, qəzəb qüvvəsini idarə eləsin. Gərək bu cürünə qorusun özünü. İnsanlar bilsəydilər Ramazan ayı nədir, deyərdilər, kaş bütün il Ramazan ayı olaydı. Gəl bilsəydik Ramazan ayının ehtiramın, dəyərin, qiymətin, deyərdik, kaş bütün ayların hamısı Ramazan ayı olaydı. Asan məsələ də deyil, insan Ramazan ayının fəzilətlərini başa düşə. Çox da rahat və asan məsələ deyil. İmam Səccad əleyhissalam belə dua eləyir, ərz eləyir, deyir ilahi, bu ayın fəzilətini başa düşməyə və bu ayın əzəmətini başa düşmək üçün mənə mərifət ver, ilham elə ki, mən başa düşə bilim ki, bu necə bir aydır. Bu ay qiyamət günü bir simada gələcək, baxacaq, tapacaq, o şəxsləri ki, ona ehtiram eləyiblər, onları şəfaət eləyəcək. Canlıdır bu ay. Oruc təqva xüsusiyyətini insanda formalaşdırır. Oruc sövq eləyir ki, insan qərar versin ki, daha günah eləməyəcəm. Bu ay xüsusidir, bu ay gələ günahlarımızı bağışlatdırağın, bu ay pak çıxağın daha. Pak çıxağın, heç olmasa bu paklığımızı gələn Ramazana can saxlayağın. Allah özü deyir, and olsun izzətimə ki, and olsun izzətimə Allah'ın deyir ki, mən bu ay bağışlayaram günahımı, bəndəmin bütün günahlarını, amma bəndə olsa, doğrudan qəlbisən sən, doğrudan tövbə eləsən. Bu fürsətdir ki, bağışlamaq, Allah dərgahına gedək, gündə bir müddət xəlvət eləyək Allahla. Gecənin bir hissəsində, günün bir hissəsində Allahla öz dərdimizi bölüşək, Allahdan bağışlanmaq istəyək. Bu ayda biz bağışlanmasaq, harada bağışlanacaq? Allah bizi bu aydan gözəl istifadə eləməyi nəsib eləsin inşallah. Allah sizin dünya axirətinizi abad eləsin ki, bu məclisi abad elədiniz. Allah gələcək məclislərin, gələcək günlərin feyzindən bizi binəsib eləməsin inşallah.